Bir nəfər gəlir, hansısa peyğəmbərə sual verir ki, mənə böhtan deməyin zərərini başa sal ki, adama nə qədər zərərdir. Deyir, gəl gedək qəbristanlığa. 2 rükət namaz qılır, dua eləyir, qəbirlərdən biri açılır. Oğlana deyir, gir qəbrə, qorxma. Girir, gör ki, çox gözəl bir bağdır. Təcəssümdür, də indi o mükaşifədir, bərzəx aləminin təcəssümü, misal aləminin təcəssümüdür. Çox gözəl bir cənnətdir. Bir dənə yaraşıqlı, cavan oğlan bu cənnətdə keyfdədir. Keyfinin kulminasiya nöqtəsində bir dənə ilan gəlir, dolanır oğlanın bədəninə, yapışır onun dilindən. O qədər zəhər buraxır onun dilinə, oğlanın rəngi qaralır, göyərir, saralır, ağzı köpüklənir, yıxılır yerə, əsir, titriyir, çabalayır saatlarla. Mənzərə o qədər dəhşətlidir ki, bu gizlənir ağacların birinin arxasında. Handan hana ilan durur gedir, oğlan handan hana özünə gəlir. Bu da qorxa-qorxa yaxınlaşır oğlana, deyir ki, qardaş, sən kimsən, bura haradır, bu ilan nədir, nə məsələ? Deyir, qardaş, mən çox əməli salih bir insan idim. Həyatımda zərrə qədər günah yox idi. Bizim bir qonşumuzda xanım var idi. O qədər oradan-buradan demişdilər bu xanım haqqında. Mən də bir nəfər sual verdi ki, bu xanım var qonşumuzda. Necə qızdır? Mən də elə yadımda qalandan dedim ki, yaxşı demirlər onun üçün. Fatihə. Qızı heç kəs almadı. Qız da mən hala eləməyib. Mənzərə o qədər dəhşətlidir ki, bu oğlan çıxır, deyir, ya Rasulallah, mən istəyirəm bu məsələni həll eləyim. Deyir, necə? Deyir, mən gedib o qızla evlənmək istəyirəm. Deyir, o qızın indi 70-80 yaşı var. Deyir, olsun. O dəhşəti ki, mən gördüm orada. Mən yaşaya bilmərəm belə. Mən gedib onunla ailə quracam, tək ki, onu bağışlasın. Gəlirlər xanımın yanına. Deyir, mənə ailə lazımdır. Deyirlər, bəs sən necə eləmək olar ki, sən halal eləyəsən də, bu yazıq zülüm çəkir, çəksin. O mənə zülm eləyib. Evdə qalmışam. Bilmədən mənə böhtan deyib, rüsvay olmuşam. Bəli. Peyğəmbər deyir ki, səni mən cavanlaşdırsam, Allaha dua eləsəm cavanlaşsan, ərə getsən, razılaşarsan, razılaş. Yəni, bir dənə sözdür, bir kəlmə söz, bütün əməllər yaxşıdır ha. Bir kəlmə söz dedi ki, bu yaxşı adam deyil, bilmədən. Biri var, bilir, o başqa. Bilmədən, eşidib, milyon nəfər deyib, bəlkə milyon birinci nəfər əksin deyir. Bircə sözlə insan özünü də bədbəxt eləyə bilir, başqasını da bədbəxt eləyə bilir.